Sumqayıtda başladım musiqi institutu dərs deməyə, həm də konservatoriyada 81-ci ildə rəhmətli Ədalət Vəzirovla eyni vaxtda biz müəllimliyə başladıq. O illərdən qabaq, düzdür, mən 72-ci ildə şkolada dərs deyirdim 17 yaşında. Hətta belə bir maraqlı bir iş oldu ki, təzə müəllimliyə başlamışam. Məndən yaşda təcrübədə böyük müəllimlər var, istəyirdim daha çox yaxşı özümü göstərim. İkinci sinif şkola tələbələrinə musiqiçilər bilir. Diniku Mart yalısı var, çox texniki bir əsərdir. Onu hazırlamışdım, 2 səsli onlar çağırdılar. Yəni, o vaxt mənim müəllimliyimdə birinci o işim oldu və belə-belə konservatoriyada mənim müəllimlərim Cahangir Cahangirov, Süleyman Ələsgərov, Hacı Xan Məmmədov, Dirzovluqdan da mən 2 fakültəni bitirmişəm. Bu illər ərzində bunlar hamısı Fikrətlə bir yerdə olub. Çünki Fikrət də, yəni biz bərabər eyni dediyi kimi musiqi məktəbində də, Asəfsinalda da, konservatoriyada bir yerdə oxumuşuq. Və bizim ev, o dediyi kimi, çox maraqlı insanlar gəlirdi. Mən həmişə onlara çay gətirirdim, sonra çəkilirdim. Özləri bir də görürü çağırırlar məni. Məsələn, Bəxtiyar Qaziblərdə çox maraqlı adam idi, suallar verirdi. Arif Məlikov, bizim Azman əsəri xalq əlçisi. Onlar hamısı papağın tələbə yoldaşları idi. Bir yerdə oxumuşlar, Ramiz Mirişli. Və mənim də bu insanlara rəğbətim ondan irəli gəldi ki, mən də həmişə arzulayırdım onların əsərlərini təbliğ edeyim. Çünki onlar həmişə yaradıblar, profesional Sovetin dövründə, yəni indiki kimi bəstəkarlar, məsələn, hər mahnını nəsə maliyyə oradan ummurlar. Onlar Sovetin vaxtında o böyük əsərlər ki, məsələn, Arif Məlikovun Məhəbbət əfsanəsi baleti bilirsiniz də, bütün dünyada Bolşoi teatrın səhnəsindən düşməyib. Yəni, çox böyük nüfuz qazandırıb Azərbaycana və o da digər bəstəkarlar. Və mən sonra Muğam teatrına dəvət olundum. Ramiz Mirişli məni dəvət elədi, orada musiqi rəhbəri oldum. O illərdə mən başladım bizim Azərbaycan bəstəkarlarının əsərlərini tamaşaçılara, onların gecələrini keçirməyə. Belə həyat gedirdi, sonra bir günləri Zeynəb xanım zəng elədi, xanları var. Dedi, mən səni istəyirəm öz ansamblimdə rəhbər kimi görəm, 91-ci il idi. Dedim, mən Zeynəb Muğam teatrında dedim, onun fərqi yoxdur. Mən deyir, ansamblinin hamısı dəyişilib və sənə orada rəhbər görmək istəyirəm. Getdik, görüşdük, çox səmimi xanım idi. Evin bu başından o başına qədər stul, barinələr, pirojnalar, zatlar. Dedim, Zeynəb xanım, onlar gələcək. Deyir, yox, bu sənə görədir. Yəni, onun böyülüyü idi. Sonra mən xanımla işlədim, bir neçə xarici ölkələrdə olduq. Amerikada, Yaponiyada, Fransada, başqa-başqa ölkələrdə olduq və Muğam teatrında da mən çalışırdım və müəllimliyim də paralel konservatoriyada gedirdi. Bu illər ərzində mənim tələbələrimdən